Hər vaxtınız xeyir qızlar. Demək, bugün qonşum məni çaya dəvət eləyib. Ona görə tvaroqlu piroq eləmək istəyirəm. Burada var 500 qram. Elə bir ki, mən 2 porsiya eləyirəm. Ev üçün də edirəm. Birində eləyirəm ki, aparam özümdən. Burada var 500 qram yağ, 4 stəkan şəkər tozu və 6 yumurta vuracam. Vanil, qabartma tozu və aldığı qədər un. Sonra isə elə bir tvaroqlu yumurtalı, bir də smetanlı, şəkərli içlik hazırlayıb, tvaroq tökürük içinə. Etap-etap göstərəcəm. Yəni, çox qəşəng olur. Demək, xəmiri hazırladım. Belə yumuşaq xəmir olur. İndi bunu xaladenika qoyacam yarım saat. Biraz belə bərkiyən fason olacaq ki, işləmək rahat olsun, əriməsin əlinin altında. Çünki yağlı xəmir olduğuna görə. Ondan sonra çox un vuranda çox bərk olur. Yəni belə aldadır. Əlində isti hiss edirsən ki, yumuşaq deyil. Un əlavə edirsən, sonra da çox bərk alınır şirniyyat. Amma belə yumuşaq fason olanda xəmir xaladenikdə də biraz dincəlir. Daha rahat yaya bilirsən. Ondan sonra da yumuşaq alınır şirniyyat. İndi qoyuram xaladenikə, yarım saatdan sonra düzəldəcəm inşallah. Demək ki, xəmiri hazırladım. Qabı düzəltdim. Beləsə forma seçdim ki, açıb çıxartmaq rahat olsun. İnşallah ki, gözəl çıxar. Qırılıb tökülmə olmaz. İlk dəfədə belə bir qabda eləyirəm. Həmişə borcamda eləyirəm. Burada isə var yumurta, şəkər tozu, qaymaq və qaymağın yerinə xama da istifadə edə bilərsiniz. Kəsmik, vanil, bir də un var. İndi bunu blenderda çəkib, belə maye şəklində gətirib tükəcəm bura. Qoyub vamxodda bişirəcəm. İndi sizə tam mən dərəcəni deyə bilmərəm, çünki hərədə peçdə bir dərəcə var. Ona görə də siz hansınla şirniyyat bişirirsiniz, elə o dərəcədə qoya bilərsiniz. Biraz vamxodda bişməlidir ki, həm xəmir bişsin, həm içindəki bu bişib belə bərkisin. Demək, hazırladım. Bu şeydə oldu, kıvamda oldu. İndi bunu tökəcəm. Bu da son pişmiş hali. Meyvələrini bəzədim, çox darıxdırıcı olmasın deyə. Qonşumun açdığı süfrə. İndi hələ kek falan gələcək. Qəşəng, yumuşaqdır qəşəng. Bu nədir Aygün? Gecə gündüz yoxsa? Belə biskvit oldu da, hə. Bu da neydi bunun üstünə tökdüyün? Piroq. Umacılı piroq. Bu qəşəng yumuşaq görsəniz, super. Bundan sonra mən gəlib 5 gün yemək yeməyim. Sağ ol. Ketədərim. Ayda xala, istəyirsiniz siz videonu çək. Geçen mamut sabahı. Xeyir xəbərlər istəsən. Sən atla mən. Atarım, nömrə batarsan mənə. Gün olsun. Evine qəşəng. Qəşəng, super. Sən atarsan, sonra xəyali özünü montaj eləyər. Oturarım, cama şirin azlıq ayında. Bura baxın, durur. Bir şəkil çəkir.
Gördüm kopyayı. Kenara çeksene. Bayılırım. Evet. O kadar da fena değildi dostlar. Evet, şansımız var. Olsun. Çok güzel durdular, uyudu. Kapı kapımızın üstüne çay içerim bunu. Ay kalem kaldı. Ha, kalem de var idi. Ha, gördüm. Yapıştırak onu da. Geçen bir stul koysun. Ha, düzmeye mi? Ha. Çok güzel. Mami, Hadi. ben sabah da geleceğim. Yok, Ha? yok. Sabah. Bak dincelersen birisi gün toya gidecekler. Toy. Ha, tezlerinden de duranlar kimi. O kadar qəşəng tez durur ki. Ben kış uykusundan Ay buna вообще bayıldım ya bu şirinliği, bir de bunu. Biraz zərifdirlər ki. Zeynep yola çıxma. Yok, kat var yani görünüş yok. Kat var. Kat da falası. Gel Trabzon'a dön. Ben bunları gözleyeceğim. Burada biraz şöyle. Şey alasan. Kağıt alasan, ondan sonrasında sen şey verirler. O sonrası 1500 manat pul. Ha, sığortayla. Bunun Allah kömür olsun. Telefonlaştım, şeyledim, dedik ki hala gel. Gitti, Tuzrufumuzun zimede. Akşine dedim var, gitti yeniden başka. Ora. Dedim ne olacak? Öyle bir adam getirmişler. Bizi burada biraz serdedeli. Bir var yat taksiyle olur, bir var şeyle. O öyle bir hemen bağlıysa dört Allah bağlı şeydi. Dedi telefonla akşinle danıştı. Dedi telefon şeyi akşin apardattı o hemen bağlısıya. Ta çıktı gitti hayaliyle ikimiz kaldık. Bunlar. Gittik. Ora bura ahırda.